Onlar Troya qalası kimi məğlub edilməzdilər və heç bir kənar qüvvə bu birliyi sarsıda bilməz. Yalnız qala daxili yaranan bədəməllər Troyanın dağılmasına gətirib çıxara bilər. Mən elə bilirdim. Dur. Mən elə bilirdim bütün işlərin hamısı sən eləyirsən. Mən həmişə demişəm bütün işlər səndən keçir. Bu işi də bu qrup. Tak Tengiz, sakitləş. Normalləş. Bu kimdir? İcazə verin mən danışım. Danış qoy bilsinlər sən nə cür adamsan. Kimsən sən? Sakitləş görək nə deyir, sözünü desin. Danış. Kərim sözünü dinlə. Çox sağ ol Nicat. Deməli belə. Bu adam mənə işləyir. Necəsən? Necə gəldən çıxdın? Çox sağ ol, normal belə. Gələydən turbulensiyada düşmədin? Əşi yox, öyrəşmişəm bu şey. Zəhlim gedir təyyarədən. Deyirlər orada yaman şaxtaları var idi. Bir də burada da pisdir, yağış yağır. Hər halda mənə istəyir. Bəs spor zakon nə oldu? Demək olar ki, indi bizə Saşa Tapor əngəl ola bilməz. Mən əslində bura qisas almaq üçün gəlmişəm və gecə tezi onu eləyəcəm. Heç başa düşə bilmirəm nədən söhbət edirsən. Bir şey olmuyor. Səssiz gəldi, narahat olun. Bizdə həmişəki kimi. Bolşoy teatr. Aşağıda bir adam dayanır. Deyir Kərimin yanına gəlmişəm. Mənim dediyim adamdır. İndi o bizə nə danışacaq? İndi dostumuz hər şeyi göstərəcək. Gedək baxaq. İndi tanış ola bilərsiniz. Mənim orqanda olan adamım. Kapitan Firdovsi Mamedov. Hava yaxşı olanda gündə 2 dəfə çıxardım gezməyə. Mən evdə olmayanda gecə onu mütləq nağıl oxuyur. Yatışdıranda da laylay. O çox rahat yatmalıdır. Başa düşdünüz? Əlbəttə, narahat olmayın. Hər şey yaxşı olacaq. Özü də Cimbolya, bu şirin baladır. Bana nə olacaq? Mənim balacam olacaq! Mənim balacam olacaq! Biznesimiz bağlandı. Və hələ də özümə gələ bilməmişəm. Gəlin mənə düzün dinə. Sən uşaq vaxtı miningi dad olmamısan. Nə danışırdınız bizim haqqda? Onun danışırdı ki, siz Dağıstanlar özü apara bilmirsiniz. Biz Dağıstanlı deyirik. Çeçenləri. Nə fərqi var? Çexsüz, Çeçensüz. Sənə dedim Çeçeni. Aslan! Vay! Zato qardaşımın qisasını aldım. İşlər heç yaxşı getmir.
Qoymurlar sakit oturaq. Bir müddətli gizləmək lazımdır sənə. Bilirəm, çox təəccüblüdür, amma yenə də satqın kimi görsəmək istəmirəm. Ellərin bizdən başqa bilirsiniz ki, heç kəsi yoxdur və ona kömək edəcək bir insan da yoxdur. Bu nə vaxt olub? Çoxdan bilirsən bunu. Təzəlicə, o bu yaxınlarda oturub. Mənim harda yaxşıdır ki, hər yerdə eyni zibildir. Mənə də gəlir ki, artıq dostları aradan götürməyə vaxtıdır. Necəsə biz Makedonski barədə danışanda eşitdi və qaçıb çıxa bildi aradan. İndi nə deyirsən? Onlar hamısını bilirlər. Oo! Bu da bizim məclisin kraliçası. Sən heç dəyişilməmsən. Həmişə kimi gözəlsən. Mən uşaqlıqdan zonda böyümüşəm. Və bilirəm məni nə vaxt aldadırlar, nə vaxt yalan danışırlar. Hətta professional yalancı olsa belə. Heyfslənirəm. Sən uşaq barəsində bir şey öyrənə bildin? Bir şey tələb eləyirlər? Dedilər bizdən cavab gözlə. Kim dedi? Mən çalışıram, aydınlaşdırım. Hər şey yaxşıdır, sadəcə biraz yorulmuşam ona görə. Onda gedəyim. Yaxşı olardı, gedək. Gülüm, hirslənmə, üstümdə nərt pul var, narahat olma. İndi şotu bağlayarıq. Qalsın, çox sağ ol. Sibir. Biz indi sənin qızı axtarırıq. Onlar zəng vurmamışdı? Yox, hələ ki bir xəbər yoxdur. Bəlkə polislərin işimiz əllidir. Bir bu çatmırdı. Onsuz da Oğuzdanın içindəyik. İstəmərəm ciblərində olaq olur. Görürsən bunlar hara gedir? Biraz səbrin olsun. Hər şeyi biləcəyik. Bu rodlara görə şəxsi həyatımıza, ailəmizə də vaxt tapa bilmirik. Hə, mənim yadımda deyir, axırıncı dəfə ha vaxt dincəlmişəm. O dünyada dincələrsən. Yıraq olsun. Bu idiotların heç ağlına gəlmir ki, bunları izləmək olar. Onlar bilmirlər ki, onlardan da güclüləri var. Gəlsən onlarla məsələnək. Keç onları. Biz əsbənlərimizin maşını ilə bir gedək. Bu nə öz başlanıqdır? Bunlar lap qudurublar ki. Yaman tələsirlər. Həzz alıram da kiməsə beləcə əzab verəndə. Lap hiss eləyirəm onların ağrısını. Hə, bunu sən bacarırsan. Demək olar ki, beləncə işlərin ustadısan. Bəs onun uşağı ilə nə eləyəcəyik? Neynəməliyik ki? Heç də. Azimaya hədiyyə eləyəcəyik. Görmürsən necə dəyişilib. Xoşbaxtlıqdan heç özünə yer tapmır. Özə xanə ala bilmir. Əvvəl-axır kimsə bunu eləməlidir ya yox. Düz deyirsən, mən fikir verdim. Uşaq peyda olandan sonra Azimanı tanımaq olmur. Gözləri də parıldayır. Azima da ana olub. Mən axı dedim, mən sürprizlərin atasıyam. Ümidvaram ki, Azima bu hədiyyəyə qiymət verir. İndən sonra bütün sirlərimizi biləcəksiniz. Qulaq asın doğruca.
Как прикажешь мне есть? İndi mən necə çörək yeyim? Может, ruки освободишь? Pəkəllərimi açasan? Не переживай, Narahat olma. не убегу. Qaçmaram. А я и не переживай. Mən heç narahat deyiləm. Только попытайся Bir получить cəhd elə, alımın ortasından güllə alacaqsan. Напугал. Çox qorxdum. Неужели ты совсем ничего не боишься? Sən doğrudan da heç nədən qorxmursan? Мышей. Qorxuram. Sıçanlardan. Точно не боишься. Hə, görürəm ölümdən qorxmursan. Я уже давно умерла. Mən çoxdan ölmüşəm. Görək burada nələr baş verir? Ничего, уперлась как коза. Heç nə. Dirənib keçi kimi. Как тебя зовут? Adın nədir? Натали. Natalya. Не ислам. Mən İslamam. Bu isə Sergeydir. Я против насилия. Mən zorakılığın əleyhinəyəm. Amma əgər susmağa davam eləsən, zorakılıq olacaq. Можно понять, Sergeyi başa düşmək olar. как убили его брата. Necə də olmasa, siz onun qardaşını öldürmüsünüz. İndi isə o düşünür ki, qisas almalıdır. Понимаю. Almalıdır. Başa düşürəm. Вот она я. Я Qarşınızdayım. стреляла в его брата. Onun qardaşına mən atəş Пусть açmışam. мстит. Qoy qisasını Вы alsın. были не одна. Amma sən tək deyildin. Bizə Ruslan lazımdır. О Руслане можете забыть. Ruslanı yadınızdan çıxarda bilərsiniz. Не заказчик. Mən sizə nə Ruslan, nə sifarişçi haqqında heç bir məlumat verə bilmərəm. Разбирайтесь только Ona сами. görə nə söhbətiniz varsa, mənlə həll edin. Və siz Да. Allaha inanırsınız, Помогите Ха. нам. bizə kömək edin. Нам. Allah da sizə kömək edər. Испытывать судьбу. Niyə oddan oynayırsınız? Что я должна делать? Mən nə etməliyəm? Ürəyim, sənə bir şey demək istəyirəm. Elə xoşbəxtəm ki.
Eşidirsən məni? Bizim balacamız olacaq. Onu rədd elə getsin. Nə? Rədd eləyim? Sən nə danışırsan? Что? Bizə indi uşaq lazım deyil. Sən özün də bunu bilirsən. Məndə hər şey indi başlayır. Heç qohumların da bunu qəbul etməyəcək. Gəl bax da daha danışmayaq. Maraqlı oyundur. Qohumların? Hə də. Sən xatundan asılısan. Özün heç nə qədir deyilsən. Mən bunu bilirsən nə qədər gözləmişəm. Nəyinsə yox. Dedim ki, abort elə. Deməli eləyəcəksən. İdiotka! Mən sənə göstərəcəm mən nəyə qadirəm. Çox təəssüf ki, siz uşağınızı itirmisiniz. Çox təəssüf, sizin bir də uşağınız olmayacaq. Qucaqla məni, qızım mənim, solnuşqımı. Gedək gezməyə. Öpüm səni. Can, mən də səni öpüm. Hə. Davay, əlini ver. Gedək. Воевать пора. Müharibə eləmək lazımdır. Çoxdan lazımdır Ramzan. Mən sənə o vaxt deyirdim. Əclafları hamısını qırmaq lazımdır. Рамзан, пока нас самих завалили. Biz özümüz qırılmayana kimi. Нас не завалит. Bizə heç nə eləməzlər. Hə, eləməzlər. Давайте. Deyin görək, Что там случилось? nə baş verib? Что произошло? Nə oldu orada? Kafedə oturmuşduq, söhbət eləyirdik. Kafedə oturanlardan biri bizə ilişməyə başladı. Kim idi o sizə ilişirdi elə? Какого Çaşıblar. Biz bilmirik kimdir. Amma mən qisasını alacağam. Я знаю. Mən bilirəm. Başa düşmədim və bizə heç nə demədin. Necə nə bilirdin? Bu bizim davamızdır. Mənim qardaşımı öldürüblər və biz qisas alacağıq. Ramzan,
Sakitləş Abçi. Bunu başa düşmək üçün alim olmaq lazım deyil. Həmən o Anarın qardaşı. Həmən Əclaf, hansından ki biz söhbət eləyirdik. Onlar 3 nəfər idi. Birini öldürdük, ikisi qaçıb. Maxaç, o Sərxanı tap mənim üçün. İstəmirəm o şəhərdə rahat gəzə bilsin. Hər şey eləyir Ramzan. Yaxşı, onda Nicatla da məsələni həll eləmək lazımdır. Nə deyirsən Ramzan? Müharibə başladı? Müharibə çoxdan gedir. Danış. Alo. Alo. Кто говорит? Kimdir danışan? Руслан, это я. Mənəm Ruslan. Где ты надо? Hardasan Nat? Nə olub? Они нашли нас. Onlar bizi tapdılar. Где ты? Hardasan? Qulaq as mənə. Bugün gecə Qurd qapısında görüşəcəyik. Sən bilirsən yerini. Hə. Qulaq as. Orada olacaqsan. Artı əski hərəkət eləsən, yaxşı görək. Mənə xoğu gəlmə. Natanı elə oradaca bastırarıq. Çatdı? Başa düşdüm. Gələcəm. Добились своего. İstədiyinizə çatdınız? Вот и пришло время. Qısa zamanı gəldi. Извини, Сергей. Bağışla Sergey. Я тут тебе не помогу. Amma burada bizim yollarımız ayrılır. Özüm bacararam. Alo papa, hardasan? Hayırlar. Ofistəyim. Nə olub ki? Yaxşı. Təcili söhbətim var. Gələm indi. Olar. Keç. Qulaq as. Mən ofisdə olmayan moment. Bura kimsə gəlib? Yo, masterdən başqa heç kim. Hansı master? O hardan çıxdı? Mən heç bir master zat çağırmamışam. Nə danışırsınız? O mənə deyir ki, siz çağırmısınız. Kim idi o? Tişnik. Nə? Tişnik? Dolamısan məni? Nə bilim, bir tane ad dedi Tupoy. Heç yadımda da qalmayıb. Deyəcən serverdə nəsə düzəlməli idi. Serverdə? Ha. Yağın maraq vurmağa gəlmişdi serverə. Birincisi, Tişnik yox, Aytişnik. İkincisi də ki, server yox, server. Tupoy deyil, Tupoy sənsən ki, kimi gəldi içəri buraxırsan. Yaxşı, neynədir o? Düzəldib getdi. Ot idiot. Yaxşı, çıx bayra. Mən başım çıxır, nə baş verir? Əslində, mən səndən soruşmalıyam ki, nə baş verir? Mənim bütün bank şotlarım niyə bağlanıb?
Biraz tonu aşağı sal yana. Yaxşı? O şpankə dostlarımla söhbət eləmirsən. Mən soruşuram, mənim pullarım hardadır? Heç vaxt. Heç vaxt ağlıma gətirə belə bilməzdim ki, mənim oğlum narkoman olacaq. Təəssüf edirəm. Çox təəssüf. Sən nə danışsın? Bunlar hamısı boş-boş söhbətlərdir. Boşluqlar sənin beynindədir. Mən ona görə səni böyütmüşdüm, əziyyətini çəkmişdim, oxutmuşdum, tərbiyə vermişdim ki, axırda ömrünü bu zibil narkotik əsir eləyəsən, hə? Bunu sən kim deyib? Şayələrdir bunlar. Şayə zət deyil. Mən hər şey çox gözəl bilirəm. Mənə pul lazımdır, eşidirsən? Mənim pullarımı qaytar. Bura bax, sənə pul zat lazımdır, sən müalicə olunmalısan. Qutardı getdi. Narkoloji mərkəzə yatmalısan və müalicə olunmalısan. Yaxşı, vermirsən özün taparam. Dayan. Hara gedirsən? Hardan tapacaqsan pul? Ay bədbəxt, sən bilmirsən ki, sən mənim yeganə övladımsan, hə? Eldar! Bu dünyalarda nələr baş verir? Молодец. Sən işinin öhdəsindən gəldin. İndi o bütövlük də bizim əlimizdədir. Mən hər şeyi sən istədiyin kimi elədim. İndi nə olacaq? İndi hər şey yaxşı olacaq. Sən nə demək istəyirsən? Nə yaxşı ola bilər ki? Biz sağlam insanı şikəst elədik. Başa düşürsən? Sən elədin. Bunu yaddan çıxart. Daş düşəydi o günə ki, səni tanıdım. Ay qız, bu ölüb. Yox. Ola bilməz. Ola bilməz. Это ошибка. Onu hələ xilas eləmək olar. Nə? Neynirsən? Qora zəngləmək lazımdır. Yox, Yox. sən Yox. türməyə düşmək istəyirsən? Nə skora? Ona o heç nə kömək eləməyəcək. Amma sənə kömək lazımdır. Otur mənim maşınıma. Məni xadam öldürdü. Allah məni cəzalandıracaq. Narahat olma. Mən sənə görə dua eləyərəm. Allaha ki, sən günahlarını bağışlasın. Otur. Maşını mən sürəcəm. Bunu yox elə. Mən o gün o bədbəxti maşınla vurmasaydım, nə səni tanıyardım, nə də ki bu işlər baş verərdi. Hə? Sən də ellerindən tanış olmazdın. Ya tanımasaydım yaxşı olardı. Onda o da narkoman olmazdı. Hər şeyin günahkarı sənsən. Так, все! İstediği aldın bas bayrağı! Давай!
Davay! Buna bax bir. Çaşmağa başlayıb. Yaman xəsiyyəti var. Qalyarca ştuçka. O mənə boğaza yığıb. Yığışdır onu. O mənə artıq lazım deyil. Belə tez? Ev Bəhruz. Geçən qızıyla. Onda ona hədiyyə eləməyi unutma. Elə ölümün özü böyük bir hədiyyədir. Sən Səbinəsən? Bəli. Mən Azimayım. Nə olub sənə? Deməyə də bilərsən. Görürəm, yaxşı bir şey baş verməyib. Mən yorulmuşam. Səni başa düşürəm. Bizim hamımız asan deyil. Bəhruz məni boğaza yığıb, hədə qorxu gəlməklə. Bezdim. Başa düşürəm səni. Özüm bezmişəm. Niyə çıxıb getmirsən ki? Gedə bilmərəm. O buraxmaz. Heç vaxt. Sən oğlanı sevirsən. Eldar mənim həyatımdır. Mən də onu yavaş-yavaş öldürürəm. Sakitləş. Sən seçim eləməlisən. Bu böyük bir oyundur. Hər kəs öz seçimi eləməlidir. Bu oyun birazdan qutaracaq. Əgər sevirsənsə, onda hər şeyə tüpür qaç. Sən elə cavansan. Hər şeyi təzdən başlaya bilərsən. Mən daha dözə bilmirəm. Çox pisəm. Bilirəm canım. Bilirəm. Yaddan çıxarmayın ki, mənim qızım, mənim qızım. Alo. Sağ ol. Şükür Allah. Sen sağ ol. Başım qarşı böyle vaxt yoxdur görüşməyə. Gel bir vaxt eləyə, gel görüşəyə bir sənə. Oy, zəhir var. Fərli qoymayıblar ki, adam rahat otursun. Oh, ay. Vaxt olana gələcəm yanına. Sağlasındır. Mənim onun hamısını. Sağ ol. Yox, sənlə də öləm. Fuad yemeği gətirdi. Salam deyir Fuad sənə. Sağ olsun, məndən də onu salamlayın. Yaxşı, görüşərik, vaxt eləyərik, görüşərik. Biz başım açılsın. Yaxşı, oldu. Öpürəm, sağ ol. Yaxşı satdırdım öz bana. Ay. Adam bu nədir? Adam döner ya. Dönerdən kim xeyir bana? Yağmur olacaq, yaxşı satdırdım öz bana. Dönerdən kim xeyir? Onu mən deyirəm. Gördüm qapını bağladı. Bak bir yağmur olacaq. Mən qatırlar bu zibilə ha.
Ne oldu? Yemirsən ha? Yo, sağ ol, özü ye. Və bayaqdan acını ölürdün. Yemirsən, yemə. O da səhərə kimi buradayım. Özüm yiyərəm. Ölmüşüm ben bir tezden verirdim. Döner zat yemərəm mən də qələt eləyəm. Bu ne da la? Alo. Salam Nicat. Salam. Hardasan Mika? Təmiz hava alıram. Operasiyadan sonra mənə xeyirdir. Sənə 1000 dəfə demişəm ki, heç yerə çıxmayasan. Bilirəm. Qulaq as, mən öyrəndim Kərim haqqında. Doğrudan da onun atası onkologiya yatırdı. Həmin o vaxt ki, atamız больницaya köməklik üçün çoxlu pul köçürmüşdü. Tak ki, bizə yalan demirdi. Aydındır. İşlərimizlə məşğul olmağın xoşuma gəldi. Amma sənin bayıra çıxmağın çox təhlükəlidir. Zato ne bilirik ki, Kərim təmizdir. Yalan demirdi. Yaxşı, dava yanıma tez gəl. Burada aydınlaşdırarıq. Okey. Beynəlxalq axtarışda olan kriminal aləmdə tanınmış qanuni oğru Saşa Topor ləqəbli Aleksandr Tolkunovski Mıtişi oyğunda ölmüş vəziyyətdə tapılmışdı. Hə, deməli sənə çatdılar. Heyf ki, belə alındı, Saş. Mən həmişə sənə xoş münasibət bəsləmişəm. Saşa, Saşa. Müdürəyi sözün üstündə dayanacaq. Əmin ol, gələcək. Hə, vaxtdır. Asta. Artıq hərəkət eləmə. Baş üstə rəis. Bezdim də.
Cəhənnəm olsun hər şey. Bu nə işdi düşmüşük? Nəhayət ki görüşdü Ruslan. De görüm kimdir sifarişçi? Siz nə edirsiniz? Mən Ruslan zad deyiləm. Yalan danışma. Mən heç nə bilmirəm. Vallahi heç nə bilmirəm. Vallahi heç nə bilmirəm. Mən Ruslan deyiləm. Mənə pul verdilər. Necə yenə pul verdilər? Kim verdi? Bilmirəm. Mənə $200 pul verdi. Və öz kepkasım. Və gəlib burada kimlənsə görüşüm. Sən lənətə gələsən. Axmaq. Hə, Makedonski. Yaxşı da oladın mənim. Amma ancaq bu dəfə. Amma ona heç ağlına da gəlmir ki, biz kim ola bilərik. Amma mən olmasaydım, sən indi Combol və Kobud ifritəyə oxşardaydın. Aramızda bu neçə illik münasibətin üstdən necə keçib? Sənin üçün çalışmışam. Ölənlərimizə rəhmət, qalanlarımızı haqqa hidayət elə. Bağışlamamış bizi bu dünyadan aparma. Наше время само по себе очень интересно. İnanmazsın, heç mən özüm də hər şeyi bilmirəm. Uşaqlar etibarsız olurlar. Dur!